En büyük cinayet Allah'a şərik qoşmaq. Allah'a yani evlad mənsub etmək. Məsələn, Maidə surəsində keçir. Laqad kafarallazina qalu innallahu huvel mesih ibn Meryem. Meryem oğlu İsa Allah'ın oğludur diyenler kafir oldular. Sonraki ayette geldi ki laqad kafarallazina qalu innallaha thalithu thalatha. Allah üçün üçüncüsüdür diyenler kafir oldular. Yani bütün bu cinayetlere bakmayarak yine Allah Teala növbəti ayda buyurur ki efela yetubune ilallahi ve estağfirune. Məgər onlar Allah'a tərəf dönüb tövbə etməzlərmi? Yəni bu qədər cinayətlərdən sonra yəni Allah Teala tövbəyə çağırır. Əgər tövbə etsə, yəni Allah Teala yəni qulunu bağışlayır. Yəni bu açıq-aydın dəlildir ki, yəni insan nə qədər günaha düşməsinə baxmayaraq, nə qədər çətinliklərin olmasına baxmayaraq həmişə ümid bəsləməlidir. Və ümid də əsasən nə vaxt olur? Əməllərdən sonra olur. Yəni bir var arzu və yaxud da xülya deyilir. Yəni insan ibadət etmədən, savab gözləməsi və yaxud da tövbə etmədən bağışlanacağını gözləməsi. Bir də var insan namaz qılır, ibadət edir, savab gözləyir, əməlinin qəbul olunacağını gözləyir və yaxud da tövbə edir, tövbəsinin qəbul olmasını gözləyir. Yəni ümid belə olur. Yəni ümid əsl raca hansı ki o qəlb ibadətlərindəndir və bu da əməl etdikdən sonra olur. İnsan başqa şeylərdən üz çevirərək bütövlüklə Allaha tərəf yönələrsə, mümkün deyil ki Allah Teala onu qəbul etməsin.